Bu gördüyünüz bağ Ekosüd Kooperativinin ikinci investisiya müsabiqəsində qalib olaraq götürdüyü bağdır. Deməli, Ekosüd Kooperativi Kənd Təsərrüfatı Nazirliyinin, FAO-nun, bir də Akeanın dəstəyi ilə yaranmış kooperativdir ki, kənd təsərrüfatı fermerlərini öz ətrafında birləşdirərək kooperativ yaratmışdır. Bu bağ, bu kooperativin belə deyək də ilk torpaq sahəsidir. Çox təşəkkür edirik ki, Nazirliyə belə bir investisiya müsabiqəsi yaratmışdır və biz də orada iştirak elədik. Əziyyət çəkən fermerlər, əziyyət olan fermerlər artıq öz torpağı olmuşdur və buradan gəlir götürməyə planlaşdırırıq. Gördüyünüz kimi çox gözəl bir bağdır. Vaxt var idi. 30 il bundan qabaq biz bu torpaqlardan məcburi köçkün düşmüşdük. Ali Baş Komandanımızın dəmir yumruğu, ordumuzun rəşadəti ilə bu torpaqlar azad olundu. Biz də məcburi köçkünlər bu torpaqlarımıza qayıtmağa başladıq və qayıdışımızın simvollarından da biri kimi bu bağı göstərmək olar ki, biz artıq bu bağda fəaliyyət göstərəcəyik. Bu bağı qurub dirçəldəcəyik. Burada payızda inşallah meyvələr əmələ gələsidir və bundan satış eləyib kooperativimizi böyüdəcəyik və ilk belə deyək də fəaliyyət göstərən Qarabağda İlk kooperativ kimi fəaliyyət göstərən kooperativ Ekosüd Kooperatividir və kooperativ təcrübəsindən digər kooperativlərin yaranmasında da istifadə edilmişdir.